əgər burada deməli birinci nümayəndəsi C2H4-dür. Yəni açıq şəkildə yazsanız CH2 2 qat rabitə CH2. Bunun hidratlaşmasından, yəni HOH-la reaksiyasından alınır birli spirt. Yəni CH3 CH2 OH birli. Amma bu alkenlərdən yerdə qalan bütün nümayəndələrinə Markovnikova görə deməli hər zaman OH ikinci karbona, orta karbona düşür. 2 deməyimiz düzgün deyil. Məsələn, ola bilər radikal ikinci, üçüncü karbonun ortasında olar və yaxud da birinci, ikinci karbonun ortasında olur. Ona görə yadınızda qalsın, OH hər zaman alkenlərin hidratlaşmasında ortaya düşür. OH ortaya. Bir dənə C2H4-dən başqa. Çünki bir dənə buradan birli spirt alınır. Amma yerdə qalan bütün nümayəndələrindən ikili və üçlü spirt ala bilərsiniz. Gəlin baxaq, məsələn, CH2 2 qat rabitə CH3. Üzərinə gəlirsiniz HOH. Baxın, Markovnikov tətbiq eləyəndə hidrogeni çox olana, yəni birinci karbona düşür. OH isə hidrogeni az olan ikinci karbona düşür. OH ikinci karbona düşdüyünə görə buradan neçəli spirt alırıq biz? İkili spirt alırıq. Və yaxud da əgər deməli H-ların sayı bərabər olsa da, düzdür, Markovnikov demirik, amma orada reaksiya gedir. Yəni ortadakı karbonların birinə düşə bilər OH.